Salam değerli izleyicilerim, hər vaxtınız xeyir olsun. Bugün sizə Novruz şirniyyatlarından ən dadlı, ləzzətli şirin qoğal hazırlayıram. Gəlin əvvəlcə mayanı aktivləşdirək. 1 yemək qaşığı quru mayanın üzərinə 1 yemək qaşığı şəkər tozu və 2 yemək qaşığı un əlavə edirik. Üzərinə də 100 ml, yəni yarım stəkan ilıqdan azacıq isti süd əlavə edib qarışdırıb və mayamızı gözləyirik ki, maya qalsın, aktivləşsin. 1 kiloqram unun şirin qoğalını hazırlayıram. Götürdüyümüz bu 1 kiloqram undan 2 xörək qaşığı əlavə etdim mayanın üzərinə və ümumilikdə bu xəmirə 2 yemək qaşığı da şəkər tozu əlavə olunur. Şəkər tozunda 1 yemək qaşığı əlavə olunur mayanın içərisinə, 1 yemək qaşığını da unun içərisinə əlavə edirik. Maya aktivləşməyə yaxın biz unun üzərinə quru ərzaqları əlavə edirik. Bura yarım çay qaşığı duz, 1 yemək qaşığı şəkər tozu, 2 paket, yəni 2 çay qaşığı dolu vanil və 1 çay qaşığı sarıkök əlavə edib qarışdırırıq. Xəmir mayalı xəmir olduğu üçün mütləq çalışın istifadə edəcəyiniz xamadır, yumurtadır, ev temperaturunda olsunlar. Quru ərzaqlarımızı qarışdırdıqdan sonra üzərinə 2 ədəd ağlı sarılı yumurta əlavə edirik. 200 qram 15%li xam əlavə edirik. Fərq etməz, 20%li xamadan da istifadə edə bilərsiniz. Və burada 150 qram da kərə yağımız var. Kərə yağını amma mütləq əridib istifadə edirik. Ərimiş kərə yağını da üzərinə əlavə edib və əvvəlcə biraz üzdən qarışdırırıq ki, xamadır, yağdır və yumurtadır, bunlar qarışsınlar. Ümumilikdə 1 kiloqram un üçün bizə stəkan yarım süd lazımdır. Yarım stəkanını istifadə edirik mayanı aktivləşdirmək üçün. 1 stəkanını da xəmiri yoğuranda xəmiri əlavə edirik. Və görürsünüz maya necə qəşəng şişib, qalxıb, aktivləşib. Bu cür olduqda mayanı da qarışdırıb əlavə edirik xəmirin üzərinə. Və mayanın qalıqları qaldığı üçün qabımızın içərisində qalan yarım stəkan südü də əlavə edib qabın içərisinə qarışdırırıq və bunu da əlavə edərək yumuşaq və ələ yapışmayan bir xəmir yoğururuq. Dəyərli izləyicilərim, kim hardan videolarımızı izləyirsə, hər birinizdən çox xahiş edirəm ki, videolarımızı izləyərkən zəhmətə dəyər verib, saniyənizi ayırıb yuxarıda gördüyünüz bəyən düyməsinə toxunaraq videolarımızı bəyənməyi unutmayın və əgər videolarımızı bəyənirsinizsə, yaxınlarınızla da paylaşın. Bununla kanalımızın böyüməsində siz də mənə çox böyük dəstək olmuş olursunuz. Hər zaman mənə dəstək olan, videolarımın şərh bölümündə xoş sözlər yazan hər kəsə, hər bir izləyicimə də buradan ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm. Allah sizləri var eləsin. Suallarınız olarsa mütləq suallarınızı da şərh bölümündə qeyd edin. Vaxt tapdıqca hər birinizin sualını cavablandıracağım. Gördüyünüz kimi artıq xəmirimi yoğurdum. Yumuşaq, ələ yapışmayan bir xəmir olur. Xəmirin üzərini örtürük və 1 saatlıq qalın büküb mayalanmasını gözləyirik. Xəmir mayalanan müddətdə də biz içliyi hazırlayırıq. Şirin qoğalın içliyini hazırlamaq üçün bizə 390 qram un lazımdır. Bu da hər zaman videolarımda istifadə etdiyim 200 ml stəkan ölçüsü ilə 3 stəkan dolu un eləyir. Üzərinə 150 qram ev temperaturunda tam yumuşalmış kərə yağı əlavə edirik. Əvvəlcə unla yağı əlimizlə ovaraq umac hazırlayırıq. Umac biraz hazır olduqdan sonra üzərinə 2 stəkan, yəni 400 qram şəkər tozu əlavə edirik. Ədviyyatlarla zövqə görədir. Mən burada 1 çay qaşığı dolu hil ədviyyatı, 1 çay qaşığı dolu keşniş toxumu və 1 paket də şəkərli vanil əlavə edirəm, qarışdırıram. Hamısını yaxşı-yaxşı ovuruq və içliyi hazırdır. İçlikdən artıq da qalır. Həmin o artıq qalan içliyi də siz kətə də hazırlaya bilərsiniz. Yəni kətə içliyi kimi də istifadə edə bilərsiniz. Hazır olan umacı ovcumuzun içərisində sıxanda yumurlanırsa və artıq umac hazırdır. Xəmirimiz də artıq çox gözəl mayalanıb gördüyünüz kimi. Əvvəlcə xəmirdən maya qoxusunun gəlməmək üçün biraz havasını alıram. Daha sonra isə kündələrim hamısı eyni bərabərdə olsun deyə mən xəmiri tərəzidə çəkirəm. Xəmirin kütləsi nə qədər gəlirsə, xəmirin kütləsini 9 hissəyə bölürük, nə qədər edirsə, həmin qramdan da biz kündələri tuturuq. Baxın gördüyünüz kimi xəmiri tərəzidə çəkdim. 1 kiloqram 880 qram. Həmin bu 1880-i də bölürük 9-a. Nə qədər edirsə, həmin o qramdan da biz həmin o kütlədən də demək kündələrimizi tuturuq və mənim ümumilikdə kündələrim demək olar ki 207-208 qramlıq kündələr oldu. Şor qoğalda olduğu kimi mən şirin qoğallarda 9 kündədən hazırlayıram.
Hamısını tərəzidə çəkdikdən sonra kündələyirik. Kündələdikdən sonra amma mütləqdir ki, kündələr də öz kündəsini alsınlar. Bir 20 dəqiqə, 25 dəqiqə üzərin örtüb gözlədirəm ki, kündəsini alsınlar və xəmirləri yayanda rahatlıqla yaymaq olsun. Bir də dəyərli izləyicilərim, bilməyən xanımlarımızın nəzərinə də çatdırım ki, şor qoğalı olsun, şirin qoğal, paxlava, şəkərbura, bunların xəmirinə vuracağınız xama çalışın ki, duru xama olmasın, biraz bərk və yağlı xama olsun. Hal-hazırda kiçik vedrələrdə 850 qramlıq, 900 qramlıq belə vedrələrdə xamalar satılır. Həmin xamalardan yəni alıb bu Novruz şirniyyatlarından istifadə etməyinizi məsləhət görməzdim. Çünki onların tərkibində su biraz çox olur. Biraz xamanın üzərindən götürürsən, baxırsan ki, alt hissəsi çox sulu olur. Həmin xamaların nəticəsində də xəmirləriniz cırıla bilər, yəni alınmaya bilər. Ona görə mütləq alarkən diqqətli olun və biraz bərk xamalardan istifadə edin. Ən əsas bu Novruz şirniyyatlarına bərk və yağlı xamalardan alıb istifadə edin. Kündələr bir 20-25 dəqiqə öz kündəsini aldıqdan sonra mən 2 kündəni əvvəlcə yayıram. İlk 2 kündəni yayıram, mənə bu cür çox rahat olur. İlk kündəni yaydıqdan sonra artıq masanın üzərini yağlayıram və ilk kündəni ora demək sərirəm, kənarlarından biraz dartaraq düzəliş verirəm, formasını verirəm və artıq digər xəmirləri də kündələrdə bir-bir kənarda yayıb gətirib üzərinə yerləşdirirəm. Mütləq masanın üzərində hər zaman qeyd edirəm, yenə də qeyd etmək istəyirəm, duru yağla yağlayın, kərə yağı ilə qətiyyən yağlamayın. Duru yağla yağladıqdan sonra gördüyünüz kimi baxın ilk kündəni üzərinə yerləşdirib kənar hissələrdən də nə qədər dartılırsa o qədər dartın. Yəni aşırı çox dartıb cırmayın ki, yuxalar cırılanda onda qoğalların qatları alınmır. 9 yuxanı da yağlamaq üçün bizə 450-500 qram kərə yağı lazımdır. Kərə yağını da mütləq qaynadıb tortasından, ayranından ayırırıq, süzürük və xalis, təmiz kərə yağından istifadə edirik. Yəni tortasından ayrılmış kərə yağı olmalıdır. Və sona qədər eynən bu üsulla davam edirik. 9 yuxadır. 9 yuxanın 8-ini üst-üstə yerləşdirərək kənar hissələrini birləşdiririk. Fırça vasitəsilə yağlayırıq. Amma son 9-cu yuxanı üzərinə yerləşdirib kənarlarını birləşdirdikdən sonra son 9-cu yuxanın isə üzərini qətiyyən yağlamırıq. Qeyd etdiyim kimi əvvəlcə 2 kündəni yayıram. Və daha sonra isə artıq hər dəfəsində yağladıqca digər yuxanı da kənarda yayıb üstünə gətirib yerləşdirirəm. Çünki bu cür olanda biraz vaxt olur və həmin o kündəni yayarkən həmin o vaxtdakı digər yuxanın üzərində olan yağ, kərə yağı donur. Yəni donanda da sizin hazırlayacağınız qoğalların da qatları çox gözəl alınır. Yəni yağ aralarında donanda da qatlar alınır. Bir də ki yuxalar cırılmasınlar. Son 9-cu yuxanı üzərinə yerləşdirdim. Gördüyünüz kimi artıq indi kənarlarda biraz əyriliklər olduğuna görə kənarda olan o xəmirləri kəsib çıxardıram. Kəsib çıxartdığım həmin o xəmirlərdən də yenə də bir ədəd lenta düzəldirəm. Yəni bir dənə də qoğal hazırlayıram və qalanlarını da elə xırda-xırda kəsirəm. Onları da rulonların orta hissəsinə yerləşdirirəm. Və 2 barmaq enində lentalar kəsirəm gördüyünüz kimi. Ümumilikdə məndə burada 24 ədəd qoğal alındı, yəni lentalar alındı. Amma kənarlardan kəsib çıxartdıqlarımdan da bir dənə düzəltdim. 25 ədəd oldu. 25 ədəd qoğal alındı. Və lentaları baxın bu cür bükəndə də mütləq çalışın ki, həm qatlar üst-üstə düşsün, həm də ki biraz baxın belə rulonları bükəndə biraz özünüzə tərəf dartaraq bükün ki, biraz da incəlsinlər. Mən burada videomuz çox uzun alınmasın deyə videonu biraz tezləşdirmişəm. Bunu siz görməyə bilərsiniz, amma mütləq lentaları bükərkən çalışın biraz özünüzə tərəf darta-darta bükün. Lentaları hazır etdikdən sonra da mütləq bunları da bir yarım saat gözlətmək lazımdır. Gözlətməsəz onda forma vermək qətiyyən olmayacaq. Üzərini örtüb yarım saat gözlədirik. Yarım saatdan sonra özünüz də görəcəksiniz ki, bunlar da biraz kündəsini alıblar, yumşalıblar və rahatlıqla orta hissəsini içərisini oyub içlik yerləşdirmək olur. İçlik yerləşdirməmişdən öncə mütləq hər iki üzünə baxırsınız. Hansı üzü biraz nahamardsa, nahamar olan hissədən xəmirin kənarını gətirirsiniz. Baxın, burada sizə göstərirəm. Baxın, bu hissə nahamardır. Xəmirin kənar hissəsini həmin hissənin orta hissəsinə gətiririk
və orta hissəsini 2 barmağımız vasitəsilə dəlirik. Ortasında çuxur yaradırıq. Amma mütləq diqqət edin ki, qatlar da qaçmasın, qatları da öz yerində qalsın. Və 2 çay qaşığı yarım içlikdən istifadə edirəm. Sizlər hətta 3 çay qaşığı dolu da içlik əlavə edə bilərsiniz. Bükürəm və üzərindən yenə də basıb yaslatmıram. Hamısının içliyini içərisinə doldururam və yenə də üzü aşağı vəziyyətdə belə qoyuram qalsın. Üzərlərini yenə örtürəm. Hamısının içliyin doldurduqdan sonra artıq başlayırıq ilk hazırladığımızdan başlayaraq üzərindən biraz yaslayıb forma verməyə. Səbirlə hamısını bu cür mərhələ ilə etsəniz, sizin də hazırlayacağınız qoğallar çox gözəl alınacaq. Hamısını görürsünüz, içliyini doldurdum, üzərini örtdüm. Hamısının içliyini doldurduqdan sonra artıq başlayıram bir-bir həmin o alt hissədən üzərindən biraz belə yaslayıram. Çox hündür çıxmasını istəsəniz, onda çox üzərinə yaslamayın. Yəni biraz belə bassanız yetərlidir. Üzərlərindən baxın alt hissədən belə yaslayırıq və yığırıq. Bunların da hamısını düzəltdikdən sonra məsafəli şəkildə listimizə düzürük. Soba listini də içərisində yarım saat müddətində gözləmək lazımdır ki, biraz da kündəsini alsınlar ki, bişəndə həm qatlar gözəl olsun, həm yumşaq alınsın, həm xırçıltılı alınsın. Ona görə mütləq gözlətmək lazımdır. Bir yarım saat üzərlərini örtüb gözlətdim. İndi isə üzərlərinə yumurta çəkirəm. Bir yumurtanın sarısıdır, bir ədəd bütöv yumurtadır və bir çay qaşığı da duru yağ. Qarışdırıram, yaxşı-yaxşı üzərlərinə çəkirəm və ağ küncütdən istifadə edirəm. Sobanı da öncədən yandırmışam. Öncədən isidilmiş sobada mən konveksiya rejimində 160-170 dərəcə arasında 30-35 dəqiqə müddətində bişirib götürdüm. Adi konveksiyasız kiçik sobalarda isə 190-200 dərəcə arasında bişirə bilərsiniz. Amma hər zaman qeyd edirəm, dərəcələr hər sobada eyni olmur. Məsələn, mənim sobamda 170 dərəcədə bişən qoğal ola bilər ki, sizin sobanızda 190 hətta 200 dərəcədə belə bişə bilər. Yəni sobaların dərəcələri ayrı-ayrı olur. Ona görə hər kəs öz sobasının dilini bilməlidir. Və artıq gördüyünüz kimi şirin qoğallar bişib hazır oldu. Tam soyumasını gözlədim ki, kəsim iç görünüşündə sizlərə göstərim. Görsünüz, qatları hamısı üzərində tək-tək qalıb, xına kimi qıpqırmızı qızarıblar. Hətta bunların üzərinə çəkmək üçün kənd yumurtası olsa daha da gözəl olar. Kənd yumurtası olanda qoğalların üzəri daha da xına kimi qıpqırmızı qızarır. Qoğalların içərisini görürsünüz, qatları hamısı tək-tək sayılır. Üzəri xırçıltılı, içərisi yumşaq, çox dadlı, ləzzətli, möhtəşəm şirin qoğallar alınır. Bu reseptlə indiyə qədər hazırlamamısınızsa mütləq hazırlayın, 100% bəyənəcəyinizə əminəm. Videonu mütləq yaddaşa verin ki, itirməyəsiz. Özünüz də hazırlayın və videonu yaxınlarınızla da paylaşın. Göz haqqınızı halal edin, hazırlayıb yeyən hər kəsə nuş olsun. Yeni videolarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın. Allah'a əmanət olun. Əgər videonu bəyəndinizsə, Kəmalə Kərimli 82 kanalına abunə olun, videonu bəyənib şərh yazmağı unutmayın. Dəstəyiniz Kəmalə xanım üçün motivasiya mənbəyidir. Paylaşılan videoları bəyənib şərh yazanlara öncədən təşəkkür edirik.